Son vaxtlar bəzi vətəndaşlar qaz sayğaclarının tez-tez dəyişdirilməsi ilə bağlı narazılıq edirlər. Qeyd edilir ki, bu, büdcə vəsaitlərinin talanmasına yol açır. Bu kontekstdə keçmiş Maliyyə Naziri Fikrət Yusifovun da Lav TV-yə açıqlaması diqqət yekib. O deyib ki, sayğac dəyişmə əməliyyatlarında şəffaflıq vacibdir. Sitat: Sayğacı nə qədər dəyişmək olar? Azəriqaz bu illər ərzində neçə dəfə sayğac dəyişib. Qiyməti bəyan etmirlər, ancaq məlum olan odur ki, 10-15 manat deyil. Bütün Azərbaycanda sayğacların dəyişməsi nə deməkdir? Bunu bir dəfə qoyun, 10-15 il işləsin. Bu, sayğac vasitəsilə pul oğurlamaqdır. Globalinfo.az məsələ ilə bağlı Azəriqaz İstehsalat Birliyinə sorğu ünvanlayıb. Qurumun mətbuat katibi Eldəniz Vəliyev bildirib ki, sayğacların dəyişdirilməsi Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalar əsasında həyata keçirilir. Qaydalara əsasən, məişət tipli sayğaclar hər 5 ildən bir, sənaye tipli sayğaclar isə hər 3 ildən bir dövrü dövlət yoxlamasına göndərilməlidir. Azəriqaz İP məhz həmin qaydalara istinad edərək sayğacların əvəzlənməsini və yoxlanışa göndərilməsini təmin edir. Bu prosesdə heç bir maliyyə pozuntusundan söhbət gedə bilməz. Əgər Fikrət Yusifov qaz təsərrüfatı sahəsindən məlumatlıdırsa, bilməlidir ki, əvvəllər mexaniki tipli sayğaclar ölkə xaricindən gətirilirdi. Hazırda isə bu sayğaclar Gəncə Cihazqayırma Zavodunda istehsal edilir. Bu, ölkədən valyuta axınının qarşısını alır.